Şəhla xanım məlumat verəcək bizə bu barədə geniş şəkildə. Şəhla xanım sizə uğurlar arzulayırıq. Sonra sualları alarıq. Axşamınız xeyir, hər kəsi salamlayıram. Ürək daxili cihazlar haqqında qısa da olsa bir məlumat verməyə çalışacağam. Əslində geniş mövzudur. Cihazların özləri haqqında, onların hansı hallarda istifadə olunması, xarakteristika haqqında məlumat verməyə çalışacağam. Deməli, kardiak implantasiya olunan elektron cihazlar pacemakerlərdir, ICD-lər, yəni ürək daxili defibrilyator aparatları, CRT, yəni ürəyin resinxronizasiya aparatları, implanta edilən loop rekorderlardır. Bunlar da iki yerə bölünür. Eksternal loop rekorderlar və internal loop rekorderlər ki, bu haqda da məlumat verəcəm. Dövrümüzün yeni deməli cihazları lidsiz pacemakerlər, keçirici sistem pacingləri və dəri altı ICD-lər. Deməli, birinci pacemakerlərdən başlayaq. Pacemakerlərin evolyasiyasından, yəni başlanğıc ta ilk dönəmlərdən necə olur? Gördüyünüz kimi ilk aparatlardan olan pacemakerlərdən çox daha iridir. İndinin ICD-lər ölçüsündədir və tək lidlidir. Daha sonrası yavaş-yavaş inkişaf elədikcə sonda gördüyümüz bu iki lidli aparat da çox kiçik, minimal ölçüdədir. Və bu deməli aparatların taxılma formaları da necədir? Görürsüz, ilk 1958-ci ildə taxılır. Bu ilk dəfə bu qarın boşluğunda taxılır və lid isə epikardial olaraq birbaşa ürəyin üzərinə yerləşdirilir. Sonra daha biraz inkişaf elətdirilir və lidin cihazın ölçüsü biraz kiçildirir, lakin yenə də epikardial olaraq yerləşdirilir. Və bu cihazlarda asenxron pacing olur. Yəni ventrikul və atrium arasında senxronizasiya saxlanılmır, qorunub saxlanılmır. Daha sonra artıq senxron pacinglər yaranır. Bunlar da birinci deməli təkli boşluqlu pacemakerlərdir. Artıq cihaz qoltuq altına və daha doğrusu subklavian körpücük altı nahiyəyə yerləşdirilir və lidlər vasitəsilə endokardial olaraq deməli ürəyin içərisinə, boşluqlarına yerləşdirilir. Tək boşluqlu, iki boşluqlu və sonuncu deməli yeni ən son cihaz erasında nailiyyətlərdən olan lidsiz pacemakerlərdir. 2016-dan bu yana yaranıb. Lidsiz pacemakerlər haqqında qısa məlumat verəcəm. Burada sadə bir görüntüsünü göstərim sizə. Gördüyünüz kimi bir qəpikdən hardasa biraz böyük ölçüdədir. Kapsul formasındadır. Ucunda bu cür kancaları olur ki, hansı ki ürək boşluğuna yerləşdirəndə o kancalar vasitəsilə oradan tutur və qoyduğun yerdə də ilişib qalır. Birinci tək boşluqlu pacemakerlər haqqında danışım. Burada gördüyünüz kimi pacemaker lidi ya ürəyin sağ qulaqçığına ya da ürəyin sağ məndəciyinə yerləşdirilir. Müasir dövrümüzdə tək atrium lidli pacemakerlər sıradan çıxmışdır. Hal-hazırda tək lidli pacemakerlər sadəcə sağ məndəcik boşluğuna yerləşdirilir. Burada gördüyümüz bu bir elektrokardioqram yerləşdirmişəm. Görürsüz, burada bir xətti görürsüz, capture. Burada bu cihazın aktiv olduğunu və sensor pace etdiyini göstərir. Amma bu hal-hazırda yeni müasir cihazlarda adətən biz bir spike görmürük. Bunlar adətən unipolarlarda görsənirdir. Niyə? Çünki unipolarlarda katod cihazın özündə dər altında olurdu. Anod isə daha lidin ucunda yerləşirdi və bu zaman dövrə geniş olduğuna görə biz bu spike görə bilirdik. Müasir cihazlarda isə katod da anod da lidin ucunda yerləşdiyinə görə elektrik dövrəsi qısa olur. Qısa olduğuna görə adətən bu spikelar görsənmir. Deməli, lidlər pacemaker komponentləri hansılardır? Biri bu generatordur. Ümumiyyətlə aparat haqqında danışım. Aparatın generator hissəsi, aparatın lidi, lidin ucundakı katod anod sistemi, anod və katod və onun yerləşdiyi ürək toxuması, yəni bədəndə sağ mədəcik içərisindəki toxuma. İki boşluqlu pacemakerlər isə slayddan da görsəndiyi kimi bir atrium lidi olur, atriuma yerləşdirilir, bir də ventrikul lidi olur, sağ mədəciyə yerləşdirilir. Bunu da sizə məlumat verim ki, deməli daha əvvəl ilk pacemaker aparatları birinci sınamalarda ürəyin sol boşluqlarına yerləşdirdilər, lakin sonradan gördülər ki, burada tromboemboliya hadisələri çox olduğuna görə ondan sonrasında isə sağ boşluqlara artıq yerləşdirməyə başladılar. Deməli, lid tipləri hansılardır? Endokardial və ya transvenoz lidlərdir. Bir də epikardial və ya miokardial lidlər vardır. Bizim kardioloqların istifadə etdikləri endokardial lidlərdir. Epikardial lidlər cərrahlar tərəfindən istifadə olunur. Məlumat verəcəm. Transvenoz lidlər, bunlar deməli aktiv və pasiv fiksasiya olaraq iki cür birləşdirilir. Aktiv fiksasiya şəkildə də görürsüz. Deməli, lidin ucunda vida var.
Bu lidin bədəndən kənarda qalan hissəsində, yəni toxumadan çöldə qalan hissəsində vida ilə burulur və burulduqca bu ucundakı bu spiral lidin bayıra çıxır. Bayıra çıxdıqca o toxumaya bərkidilir və nəticədə ora fiksasiya olunur və bu fiksasiya nəticəsində lidi istədiyimiz yerə biz yerləşdirə bilirik sağ mədəcik boşluğunda. Pasiv fiksasiya isə deməli gördüyünüz kimi lidin ucunda spiral yoxdur. Yəni bunu açmaq, bağlamaq ehtiyacı yoxdur. Eyni gəminin lövbərinin kancaları kimi burada da bir kancalar var. Atılır və ürək boşluğunun hansı nahiyəyə atılıbsa orada da ilişib bu kancalar ilişir qalır. Bunu adətən ürəyin apeksinə deməli atılla yerləşdiririk. Çünki orada trabekulyar olduğu üçün torvari strukturlar orada ilişir və qalır. Aktiv və pasiv fiksasiyanın fərqi nədir? Onu deyim ki, müasir dövrümüzdə hal-hazırda biz daha çox aktiv fiksasiyadan istifadə edirik. Deməli, fərqi odur ki, bir pasiv fiksasiyada bayaq göstərdiyim kimi dişçiklərdir. Aktivdə vidalar var. Yerləşdirmə yeri pasiv adətən apeksdə trabekular nahiyyə yerləşdirilir. Aktiv lidi sağ mədəciyin istədiyimiz yerinə yerləşdirə bilərik. Pasiv lidi repozisiya etmək, yerini dəyişdirmək çox çətindir. Çünki ilişəndə onu da arxaya çəkmək, oynatmaq yerindən çətin olur. Aktiv lidi isə vidasını açıb bağlamaqla rahat bir şəkildə, məsələn, hansısa bir yerdən yaxşı sens qıcıq ala bilmədik, açırıq, yerini dəyişdirə bilirik. Perforasiya riski təəssüf ki, aktiv lidlərdə biraz daha yüksəkdir. Yenə bu ucundakı spiralı toxumaya ilişdirdiyimizə görə həmin spiral vasitəsilə perforasiya edə bilir. Pasiv lidlərdə isə daha aşağıdır. Septal pacing üçün pasiv lidlər məhduddur, amma aktiv lidlər daha yoğundur. Bu da bizim üçün vacibdir, çünki bəzən deyəndə çox zamanlar, məsələn, apikal nahiyədə anevrizma olur, nazikləşmə olur, oradan sens ala bilmirik, qıcıq ala bilmirik. Ona görə başqa yerləri denemək məcburiyyətindəyik. Bu da adətən septumun müxtəlif nahiyələri olur. Miokardal, epikardial lidlər nədir? Lid birbaşa ürəyin üzərinə yerləşir. Burada 3 cür mexanizm vardır, birləşdirmə. Birincisini görürsünüz, bu yapışdırma mexanizmidir. Epikardın və miokardın üzərinə bu cür yapışdırılır və olduğu yerdə qalır. İkincisi, bu ucunda vidanı görürsünüz. Vida ilə epikarda birləşdirilir. Üçüncüsü, tikişlə, sutura birləşdirmədir. Cərrahlar ən çox bundan istifadə edir. Epikardial lidləri nə vaxt istifadə edirik? Açıq ürək əməliyyatları zamanı, məsələn, cərraha daimi pacing ehtiyacı varsa, epikardial lid qoyur. Uşaqlarda pacing ehtiyacı olanda, uşaqların bilirik ki, anatomiyası, ürək anatomiyası çox kiçik olur. Onların subklaven venası da kiçik olur. Ona görə bunlara normal pacemakerlər qoymaq çətin olur. Venoz giriş mümkün olmayanda, məsələn, dializ alan xəstədir, körpücük altı venasında bir tıxanma var və yaxud da orada artıq dializ kateteri var, bu hallarda olur. Endokardial sistem infeksiyaları zamanı həmçinin epikardial lidlərdən istifadə olunur. Aparatın kodlaşdırılması necədir? Yəqin ki, hamımızın qarşısına çıxıb, məsəl üçün, iki boşluqlu pacemakerlərdə DDR, tək boşluqlu pacemakerlərdə VVR. Bunun açıqlaması nədir? Birinci gördüyünüz hərf hansı boşluğu pace etməsindən göstərir. Məsəl üçün, əgər burada ancaq ventrikul yazıbsa, demək ki, bu aparat sadəcə sağ mədəcikdən pace eləyir. Əgər burada D hərfi yazıbsa, demək ki, bu hər iki boşluğu, həm atriumu, həm də ventrikulu pace eləyir. Sens olunan boşluq nədir? Hansı boşluqdan qıcıq alır? Yenə eyni şəkildə ventrikul, atrium və hər ikisi və ya heç biri. Sens etməyə cavab mexanizmi ya trigger edə bilir, ya inhibisiya edə bilir. Son dövrlərdə, ümumiyyətlə dual pacemakerlərdə biz adətən bunun ikisini də aktiv qoyuruq. Bir də proqramlaşdırma, müxtəlif proqramlaşdırma üsulları var. Adətən sürət modulyasiyalı görürük, R hərfi. Məsələn, görürsünüz DDR, VVR. Yəni, bunun sonundakı R o deməkdir ki, cihazın sürətini modullaşdırır, kontrol altına alırıq. Pacemaker aparatının elektrik sisteminə xarakteristikaları voltaj batareyanın özündə olur, elektrik cəryanı lid vasitəsilə ötürülür, impedansı 300, 1000 yazmışıq, 1200-ə qədər məqbuldur, qəbul ediləndir. Deməli, ən önəmli vacib şeylərdən biri pacemaker aparatında eyni zamanda ICD-lərdə də olacaq, məlumat verəcəm. Pacemaker aparatlarında undersensing var və oversensing var. Bunlar əslində təhlükəli bir şeylərdir. Undersensing nədir? Aparat ürəkdəki qıcığı hiss edə bilmir. Səbəbi nədir? Uyğun proqramlaşdırılmayıb, lid yerini repozisiya edir, lidin izolyasiya xətti zədələnir, lid sınıq olur. Adətən körpücük altı sümüyün çox altından qoyanda lidlər sına bilirlər. Xəstə məsəl üçün böyüyür, çəki artırır, inkişaf elədikcə burada sınıqlar əmələ gəlir. Lid maturasiyası bu nə deməkdir? Lidi birinci ürək boşluğuna yerləşdirəndə bunun thresholdu biraz deməli yuxarı olur. Sonra o yerləşdirdiyi toxumada fibroz, ürəyin toxumasıyla fibrozlaşıb örtdüyünə görə threshold yavaş-yavaş düşür. Sonra bir qədər biraz da qalxır. Ona görə bu cihazı biz taxanda, onun texnikləri ya özümüzdə ayarlayanda bunları nəzərə alaraq thresholdu qoyuruq.
Eyni zamanda xəstənin elektrik siqnalının dəyişməsi. Nə? Məsələn, xəstənin sağ mədəci apeksinə lidi yerləşdirmişik. Daha sonra bu xəstənin apikal nahiyəsində məsələn anevrizm əmələ gəldi. Artıq buradan elektrik siqnalını qəbul edə bilmir. Burada müxtəlif şəkillər yerləşdirmişəm. Görürsüz, twist eləyib. Yəni bu atrium ventrikul lidi bir-birindən vurulub, belə deyək. Vurulduğuna görə də baxın burada görürsüz, sağ mədəcik lidi də, sağ atrium lidi də geri çəkilib. Burada aparatı görürsüz, bütün hissələrini yerləşdirmişəm. Baxın, görürsüz, burada subklaviyanın altı, körpücük sümüyün altında lid sınıb, frakçer. Burada yenə aparatın lidi aparatın boynuna dolanıb, belə desək, və atrium lidi geriyə retraks olunub, çəkilib. Bunlar hamısı undersensinqə səbəb olur. Burada adətən aparatları biz dərinin altına qoyanda onu dəriyə tikirik və bunu sorulmayan sapla eləyirik ki, bunun səbəbi odur ki, müəyyən bir dönəm keçdikdən sonra xəstə arıqlaya bilir, çökələ bilir, xəstənin əzələ toxuması öz deyək də belə canlılığını, aktivini itirdikcə bu aparat geri aşağıya düşməyə başlayır. Asarsan əgər dəriyə, bunu çox aşağı düşmür. Məsələn, muhtemelen bu aparat asılmamışdır, daha aşağı gəlmişdir lidlər. Burada görürsüz, lidlər körpücük sümüyün altında qalır və sınmışdır bu da. Burada yenə eyni şəkildə görürsüz, bu lidlər cihazın aşağı hissəsində twist olub, bir-birindən vurulub və lidlər geri çəkilib. Sonra oversensing nədir? Deməli, oversensing nədir? Cihaz qeyd etməməli olduğu qıcıqları qeyd edir. Nədir? Məsələn, pacemaker aparatı P dişini, R dişini, döş qəfəsinin əzəllərini, miopotensiallarını görməməlidir əslində. Amma əgər bunu görürsə, bu zaman bu oversensing olur. Bu da nəticəsi ağır ola bilir. Məsəl üçün, xəstə tamavi blokadadadır. Cihaza impuls gəlir ki, burada ritim yoxdur, QRS kompleksi yoxdur və cihaz ötürür siqnalı və bir QRS kompleksi əmələ gəlir, deyilmi? Əgər bu P dişini bu cihaz bir QRS kompleksi olaraq qeyd eləyərsə, zənn eləyərsə, oversensasiya nəticəsində, o zaman aparat nə edir? Qıcıq ötürmür. Nəticədə nə olur? Depolarizasiya, sağ mədəciyin yığılması yaranmır. Lidsiz pacemakerlər haqqında danışım. Gördüyünüz kimi kapsul formasındadır. Bayaq da dediyim kimi çox kiçik ölçüdə olurlar. Burada müxtəlif firmaların müxtəlif ölçüdə cihazlar, lidsiz pacemakerlər olur. Eyni zamanda son dövrlərdə atrium lidsiz pacemakerlər də yaranır və atrium ventrikuldan daha kiçik olur. Burada da görürsünüz, əlin içərisində az qala ki, ovuc içi qədər çox kiçik aparatdır. Lidsiz pacemakerlərin özəlliyi nədir? Birincisi çox kiçikdir, kapsul qədərdir. İkincisi qasıq venası vasitəsilə ürəyin sağ mədəciyinə yerləşdirir. Bir kateterin içərisindən keçirik, sağ mədəciyin içərisindən bir apikal nahiyəyə yerləşdiririk. Normal bildiyimiz subklavian venadan funksiya edib yerləşdirmirik. İkincisi, cərrahi kəsik tələb eləmir. Üçüncüsü, infeksiya cihazlarda aritmologlarımızın bizim ən çox ehtiyat elədiyimiz infeksiyadır. Elektrodla bağlı problemlərdir. Generator cibi yoxdur, elektrod yoxdur. Estetik baxımdan çox üstündür, xüsusən də cavan şəxslər üçün. Fiziki hərəkət məhdudiyyəti daha azdır. Bu da yenə cavan şəxslər. Məsəl üçün, cavan xəstələrimiz olur, aktiv idman növündə məşğul olmaq istəyir, avar çəkmə, üzgüçülüklə məşğul olmaq istəyir. Normal pacemaker aparatlar taxanda biz bu hərəkətləri nisbətən məhdudlaşdırırıq. Cihazın repozisiyasına görə, lid sınıqları və s. görə. Amma bu cür lidsiz pacemakerlər qoyanda belə bir problemimiz aradan qalxır. Lidsiz pacemakerlərə son guideline-larda artıq yer verilmişdir. Göstərişlər nədir? Klass 2B ilə tək lidli deməli pacing ehtiyacı olarsa, bu da bilirik atrial fibrilyasiya zamanıdır. Klass 2A ilə nə zamandır? Əgər xəstələrdə venoz giriş problemi var, əvvəlki pacemakerin elektrodları ağırlaşır və dediyim kimi gənc və aktiv xəstədir, fiziki aktivliklə məşğul olmaq istəyir, kosmetik olaraq hər hansı bir görüntü olmasını istəmir. Bu hallarda da lidsiz pacemakerlərə müraciət eləmək olur, amma təəssüf ki, hələ ki maliyyəti böyükdür, yəni normal pacemakerlərdən çoxdur. Deməli, əks göstərişlər nədir lidsiz pacemakerlərə? Hələ ki, AV sinxronizasiya yetərli deyil. Yəni, həm atrium, həm ventrikul kapsulası ola bilər. Amma bunların arasında normal pacingdə olduğu kimi AV sinxronizasiyası tam olmur. Bu da nəyə səbəb olur? Pacemaker sindromu dediğimiz bir sindromdur. Yəni nə? Atriumlar öz arasında, ventrikullar da öz arasında çalışdığı üçün, yəni sinxronizasiya pozulduğu üçün, asenkron olduğu üçün, burada böyük qan dövranında çatışmazlıq yarana bilir. Yəni, pacemaker sindromu dediğimiz ayaqlar şişir, xəstə təqnəfəs olur. Yəni, lidsiz pacemakerlərdə təəssüf ki, hələ AV sinxronizasiya tam yetərli deyil.
İkincisi, lidsiz pacemakerlərdə CRT tələbinə uyğun deyil, ICD funksiyasına əgər ehtiyac olarsa gələcəkdə bunlarda hələ ki bu funksiya yoxdur. Və sağ mədəcin anatomiyası buna uyğun olmaya bilər, femoral venanın girişi mümkünsüz ola bilər. Bunların əks göstərişlərdir. Biraz görüntüləməsindən göstərim. Burada görürsünüz anatomik olaraq atriuma yerləşdirir və bunun kateteridir, aktiv atriuma yerləşdirir. Bu ventrikuldur. Ölçülərini də görürsünüz müxtəlif ölçülərdədir. Fluoroskopiyadan üzr istəyirəm. Fluoroskopiyada anterior-posterior ön arxada görürsünüz. Burada və biraz aşağıda. Deməli, lateral pozisyonda da bu ikisini görürsünüz. Yəni, həm atrium, həm də ventrikulun deməli, kapsulasını görürsünüz. Bayaq ilk çıxışda dedim, deməli, eksternal və internal loop recorderlər var. Qısaca deyim, bunlar nədir? Eksternal loop recorderlər EKG qeydiyyat müddəti cəmi 1 aydır. Dəri səthinə yapışdırılır. Görürsünüz, burada pət şəklindədir, yapışdırılır və MRT müayinəsi üçün əks göstərişi yoxdur. Bir də bunun belə bir xüsusiyyəti var ki, xəstə ümumiyyətlə bunu niyə taxırıq? Xəstədə bəlli olmayan bir senkop var. Biz senkopun səbəbini bilməsirik ki, nədir? Holterlər bilirik ki, 24 saat, 48 saat və maksimum 7 gün rekord eləmə qabiliyyətinə malikdir. Amma bunlar dediyimiz kimi 1 ay rekord eləyə bilir. Amma təəssüf ki, belə bir xüsusiyyəti var ki, senkop hadisəsi yaşandı, xəstə artıq ayıldıqdan sonra mütləq aparatı aktivləşdirməlidir ki, həm pre, həm də post senkop EKG-sini qeydiyyat eləsin. Su ilə təması əks göstərişdir, yəni su dəydisə bu rekord eləmə qabiliyyətini itirir və maliyyə dəyəri yüksəkdir. Bu internal implanta edilən loop recorderlar nədir? Bunlar eksternal loop recorderlərin daha iləri, yəni 1 ay 1 il arasında aktivasiyası olur. Deməli, gördüyünüz kimi elə kapsul ölçüsündədir, çox kiçikdir, amma dəri altına yerləşdirilir. Sadəcə bu implantar loop recorderlərin də bir fərqi nədir, özəlliyi nədir? Bir, maliyyə dəyəri doğrudan da çoxdur. İkincisi, yəni kəsik açılmalıdır da, yəni bu da bir travmatikdir, yəni eyni pacemaker kimi kəsik açılır, dəri-dəraltı toxuma və yerləşdirilir. İndi əsas məsələ DDR pacemakerlər üçün göstərişlər, qısa-qısa əsas vacib məqamları deyirəm. Deməli, yaşı 40-dan çox olan, senkop hadisəsi olan, simptomatik asistaliyası 3 saniyədən çox olan və yaxud da asimptomatik asistaliyası 6 saniyədən çox olarsa, klass 1 göstərişlə DDR pacemaker taxılmalıdır. Son guideline-larda demək, karotis sinus sindromuna və tilt-table testinə də önəm verilmişdir, daha çox önəm verilmişdir. Cədvəli burada yerləşdirməmişəm. Deməli, xəstənin karotis sinus masaj olunur və bu müsbətdir. Yəni nədir? Nəbz bradikardik olur və ya asistaliya yaranır. Xəstə simptomatikdir. Yəni, əgər bu deyək ki, pozitivdirsə, keçirik tilt-table testinə. Tilt-table testinə yenə bradikardiya yarandı və xəstə deməli simptomatikdirsə, bu artıq klass 1-dən göstərişdir. Və ya karotis sinus sindromunda heç bir bradikardiya və asistaliya meydana çıxmadı, amma tilt-table'da uzun bir asistaliya gördük. Bu da artıq klass 1-lə deməli DDR pacemaker göstərişidir. İkinci ən böyük məqam, deməli, miokard infarktları. Bilirik ki, RCA damar infarktları sinus düyünü qidalandırdığına görə orada tez-tez AV blokadalar görürük. Əgər xəstədə AV blokada görmüşüksə və kəskin miokard infarktıdırsa, biz minimum 5 gün gözləməliyik. 5 gün ərzində əgər AV blokada toparlanarsa, pacingə ehtiyacı yoxdur. Əgər 5 günü keçərsə, bu zaman AV blokada toparlanmayıbsa, pacingə ehtiyacı var klass 1-lə. Eyni şey kardiyak cərrahi əməliyyat üçün də keçərlidir. Ən çox da burada aort qapaq, protez aort qapaqlarına söhbət gedir. Çünki aortun anatomiyası AV düyünə yaxın yerləşdiyinə görə o protez qapağı orada yerləşdirəndə AV düyün bəzən sıxıla bilir. Bu zaman tam AV blokadalar yarana bilir. 5 gün keçir, toparlanmırsa burada da pacingə ehtiyacı var. Son dönəmlərdə çox istifadə elədiyimiz yaş gərəyi ilə TAV əməliyyatları. Zaten TAV əməliyyatlarında aort qapaq çox kalsifikdir. AV-noda müəyyən qədər kalsifikasiyası vardır. Burada qapağı açdıqda yenə eyni şəkildə AV-nod sıxıla bilər və ya zədələnə bilər. Burada AV blokada əmələ gəlirsə, zaten TAV əməliyyatlarında elə intraop olaraq müvəqqəti pacemaker taxılır. Əgər 24-48 saat ərzində AV blokada toparlanmazsa, burada da deməli daimi cihaz ehtiyacı var klass 1-lə. TAV əməliyyatından sonra yaranmış yeni bundle branch olarsa, yəni sol və ya sağ tam blokada yaranırsa, bu da göstərişdir. Bir də miotonik deməli distrofiyalarda, neyromuskülər xəstəliklərdə 2-ci və 3-cü dərəcəli simptomatik və asimptomatik AV blokadalar yaranarsa. Burada bir deməli özümün
bir dəqiqə üzr istəyirəm. Özümün icra elədiyim Tilt-Table testidir. Deməli görürsüz burada nəbz yavaş-yavaş düşür. Burada xəstəni əyik masa testidir. 45 dərəcə, 90 dərəcə bucaq altında qaldırırıq və endiririk. Deməli bu xəstənin nəbzi tam qeydə çəkə bilməmişdim. 30-a qədər düşmüşdü və çox simptomatik idi. Yəni xəstə nəbzinin bir-bir düşdüyünü hiss eləyirdi ki, başım gicəllənir, gözlərim qaralır. Bu xəstəyə biz cihaz tövsiyə eləmişdik. İkinci DDR pacemaker-in sonraki göstərişlər sinus düyünün zəifliyində bradikardiya var və simptomlar bununla əlaqəlidirsə, əgər braditaxkardiyalı sinus düyünün zəifliyi varsa və yenə simptomatikdirsə xəstə, taxokardiyanın ablasiyasına üstünlük vermirsə, bu zamanda yenə klass 1B göstəriş var. Simptomlarından asılı olmayaraq, əgər daimi 3-cü və 2, yəni MOBIT2 tam blokada varsa, 2-yə 1 AV blokada varsa və ya high degree yüksək dərəcəli, yəni AV blokada varsa, klass 1 göstərişdən DDR pacemaker taxılmalıdır. Əgər simptomatik MOBIT1 blokada varsa və ya MOBIT1 blokadanı elektrofizioloji müayinə etmişik, blokadanın infra və ya intrahistə yerləşdiyini görürük. Bu zamanda yenə DDR pacemaker göstərişdir. Bir də ən önəmli, simptomatik və ya asimptomatik alternasiya edən bundle branch block varsa, yəni sol və sağ blokada alterasiya edib dəyişirsə, bu çox təhlükəli bir durumdur. Birazdan bunun EKG-sini göstərəcəm sizə. VVR pacemakerlərə sadəcə səhri aritmiyalarda yol verilir və xəstə simptomatik və asimptomatik olsa da, əgər tam blokada varsa, VVR pacemakerlər göstərişdir. Burada özür istəyirəm, səhri aritmiyada görürsünüz, böyük bir pauzası var və xəstə çox simptomatik idi. Cihaz tövsiyə elədik. VVR pacemaker. Burada görürsünüz, MOBIT2 blokadadır. PR məsafələrinə baxın, burada stabildir. Daha sonra bir P, sonrasında QRS kompleksi düşdü. Yenə stabildir PR, stabildir və sonrasında bir P dişi və sonrasında QRS kompleksi yoxdur. Bu MOBIT2 blokadadır. Bu high degree blokadadır. Görürsünüz 3P dişindən sonra bir QRS kompleksi gəlir. Təhlükəli bir durumdur. Bu sinus arrestidir. Görürsünüz bütün pauzadır. Yəni hardasa neçə saniyəyə qədər burada pauzadır. Bu, bayaq dediyim alterasiya edilən bundle branch blokdur. Bunu bəzən gözdən qaçırılır, amma əslində çox təhlükəli bir durumdur. Baxın, sol blok, sağ blok. Sonrasında burada da sol blok, sağ blok və tam blok. Görürsünüz, hətta 3-ə 1, 4-ə 1 yüksək dərəcəli AV blokadır. Bunlar klass 1 göstərişindən bunlara cihaz taxılmalıdır. Burada tam AV blokada var. Görürsünüz, bunu necə bilirik? Birincisi, PR məsafəsi dəyişkəndir. Baxın. PR məsafələri tamamən dəyişkəndir. Görürsünüz, bəzilərdə P dişi QRS-in içinə girmişdir. Bəzilərində biraz daha içərisindədir. Bəzilərində QRS-dən önündədir. PR məsafəsi dəyişkəndir. P dişləri öz aralarında, yəni qulaqçıqlar öz aralarında, ventrikullarsa, mədəciklərsə öz aralarında yığılır. Və burada görürsünüz, PP məsafəsi ilə RR məsafələrinin ölçüsəz eynidir. Bu tamamı blokadır. Bu 2-yə 1 AV blokadadır. Necə yoxlayırıq? Baxın ikinci aparmaya. PQ, burada da P2, P3. Bunlar standartlar, eynidir. Amma bir P var, arxasınca bir QRS kompleksi var, bir PR var, arxasında QRS kompleksi düşür. Yenə eyni şəkildə. Amma PR məsafəsi eynidir. Yəni PQ məsafəsi eynidir. Bu 2-yə 1 AV blokadadır. Yenə DDR pacing ehtiyacı var. İndi keçək ikinci cür deməli aparatlarımıza. Bunlara ICD-lərdir, ürək daxili defibrillatordur. Bunlar nə üçündür? Həyata təhlükəli VF, VT dediyimiz aritmiyaları aşkarlamaq və onların qarşısını almaq üçün istifadə olunan cihazlardır. Yenə aparatların müəyyən dövrlərdə necə yaranıb, necə inkişaf edib buna baxaq. Gördüyünüz kimi ilk aparatlar qarın boşluğuna yerləşdirilirdi və uzun lidlər vasitəsilə epikardial olaraq deməli yerləşdirilirdi, yəni intrakardial deyildi. Burada da görürsünüz, yenə eyni şəkildə qarın boşluğundadır. Sadəcə bu ürək boşluğunun içərisindədir. Amma qarın boşluğuna yerləşdirilir, lid çox uzundur. Son müasir dövrümüzün aparatlarıdır. Deməli, körpücük altı nahiyəyə yəni yerləşdirilir və lid vasitəsilə də ürəyin içərisinə birləşdirilir. Burada bir deməli ICD aparatının görüntüsüdür xəstədə. Gördüyünüz kimi pacemakerlərdən fərqli olaraq biraz daha böyükdür bu ICD aparatları. Deməli, bu ICD aparatının rentgen görünüşüdür. Burada görürsünüz cihazın özü, cihazın lidləri, cihazın deməli SVC koili var, RV koili var. Bu hal-hazırda son aparatlarda bəzən çoxunda SVC koili olmur. Təkcə RV koili olur.
Deməli, aparatın evolyusiyası görürsünüz, ilk dövrlərin aparatı çox daha iridir, həcmi, ölçüsü və son dövrlərin düzdür, pacemaker aparatına yenə də böyükdür, amma yəni ICD-nin ilk aparatlarına baxanda nisbətən ölçülər kiçikdir. Deməli, ICD sisteminə nə aiddir? Görürsünüz, cihazın özü, lead və proqramlaşdırıcı. Deməli, ICD-nin funksiyası nədir? ICD həm bradikardiya və AV blokadalar zamanı pace edir sağ mədəcikdən, həm taxkardiyalar zamanı antitaxkardiyal pacing elərək ritmi döndərməyə çalışır, həm ATP döndərmədir, monofazik deməli monomorfik ventrikular sustained ventrikular taxkardiyadır, kardioversiya eləyir, çünki normal QRS kompleksi var və sinxron olaraq şok verir. Döndərməyə çalışır. Həm də bunu döndərə bilmədikdə və yaxud da ölümcül ventrikular fibrilyasiya olduqda defibrilasiya edir. Burada bir ICD-nin leadini görürsünüz. Bu, müasir dövrlərdə 3 çıxışlı olur. Bir çıxışlı olur hal-hazırdakı lead aparatları. Deməli, SVC koilidir, RV koilidir və bradikardiya və antitaxkardiyal pacing eləyən ucu ATP koilidir. Gördüyünüz kimi 3 çıxışı var, amma dediyim kimi son dövrlərdə tək çıxışlı olur və SVC koili yoxdur. Niyə? Deməli, yuxarı boş venaya çox birləşdiyinə görə repozisiyası mümkün olmur və eyni zamanda şarj etmə zamanı biraz yayındırır və yaxud da şarjın çoxluğuna, azlığına təsir edir. Dediyim kimi burada yenə deməli tək koilli və 2 koilli transvenoz leadlərin görünüsüdür. İndi ICD-nin funksiyaları nədir? Bundan deyək. 1. Sens eləmə, qıcığı sens eləyir. 2. ayırt edir. Yəni biz bəzən düşünürük ki, ICD bütün taxkardiyalara şok oluyor. Xeyr, elə deyil. ICD çox ağıllı aparatdır. Yəni bunu SVT ayıra bilir. Yəni ICD ayıra bilir ki, bu SVT edilmi yoxsa deyilmi? Və müalicə funksiyası nədir? ATP eləyir, kardioversiya edir, defibrilasiya edir və bradiaritmiyalar zamanı pace edir. Deməli, bir sual veririk, undersensing nədir? Deməli, eyni pacemakerlərdə olduğu kimi ICD-lərdə də undersensing və oversensing vardır və çox daha təhlükəlidir. Undersensing nədir? Xəstə VT-yə girir və VF-yə girir, amma thresholdunda problem olduğuna görə cihaz bunu hiss eləmir. Nəticədə VT və VF-yə şoklama və kardioversiya olunur və çox fetal nəticələr var. Oversensing nədir? Lazım olmayan qıcıqları cihaz bir VT və ya VF olaraq algılayır, nəticədə şok verir və bu zaman uyğunsuz terapiya yaranır. Deməli, burada aparatda bu göstərilir. Baxın, deməli, xəstədə ventrikular taxkardiya yaranır. Xəstə birinci cihaz başlayır ATP eləməyə. Sonrasında yenə ATP ilə döndərə bilmədi. Yenə ventrikular pacing, yəni VT izlənir və burada artıq görürsünüz, şok deməli, batareyaya impuls gəlir, şok yığılır və burada görürsünüz, şok verdi və ritim bərpa olundu. Deməli, dediyim kimi SVT diskriminasiyaları vardır. Bu nədir? Dar QRS-li deməli EKG-ni seçə bilir. Yəni bu seçə bilir ki, bu dar QRS-li EKG-dir, bu SVT-dir. Və yaxud da geniş QRS-li EKG-də yenə hər geniş QRS-li EKG-yə də şok vermir. Yəni bunun ən azından belə bir mexanizm var ki, 16 dənə eyni ölçülü bir geniş QRS olur və ondan sonra bunu cihaz fərqli bir aritmi olaraq qeyd edir. Görürsünüz burada VT-dir, ATP eləyir və döndərir. Deməli, fokal yenə VT-dir, monofazikdir. Bu zaman ATP ilə döndərə bilməyib, kardioversiya eləyib, sinus ritminə bərpa eləyir. VF-dir, defibrilasiya edir, yenə sinus ritminə bərpa eləyir. ICD-lərin də yenə pacemakerlər kimi daha belə müasir versiyaları var. Subkutan ICD-lər və transvenoz ICD-lər. Subkutan ICD-lər burada görürsünüz, dəri altına, daha doğrusu bu qabırğaların yan tərəfindən dəri altına aparat birləşdirilir və lead vasitəsilə epikardial ürəyin üzərinə yerləşdirilir. Normal deməli aparatdan fərqlidir. Amma bunun deməli nə zaman istifadə olunur? Rəhbər tövsiyələrdə. Əgər xəstəyə pacing, kardiyak resinxronizasiya, ATP ehtiyacı yoxdursa, bu zaman ICD bunu taxa bilərik və yaxud da gənc xəstədir, uzun müddətli lead ağırlaşması istəmir, venoz giriş mümkün deyil, infeksiya riskimiz var. Amma ən çox bunu nə zaman taxırıq? Kanalopatilərdə. Gənc xəstədir, Brugada sendromu var, long QT sindromu var, katexonomik VT var. Bu hallarda gənc xəstələrə biz bunu taxa bilirik. Subkutan ICD ilə transvenoz ICD-nin bir-birindən fərqi nədir? Subkutan ICD-də gördüyünüz kimi vaskulyar damar, yəni damar girişimə ehtiyac yoxdur, fluoroskopiya ehtiyac yoxdur. Leadin yəni funksiyasının dəyişikliyi riski çox azdır.
birazdan bu haqda məlumat verəcəm. Cihazlarda pnevmotoraks, tamponat, bu kimi ağırlaşmalar ola bilər. Biz bu halda heç bir belə bir riskimiz yoxdur. Aritmiyanı daha yaxşı diskriminasiya eləyə bilir. Lid ekstrasiyası çox daha rahatdır və deməli heç bir bizim aparatlarda dediyim kimi ən qorxduğumuz şey bir aparatın cihazın özünün infeksiyalaşması və yaxud da endokardit verməsidir. Subkutan ICD-lərdə bu kimi heç bir problemimiz olmur. Normal bildiyimiz ICD-lərin özəlliyi nədir? Pacemaker ATP funksiyası var. Generatoru daha kiçik ölçüdə olur. Batareyası daha uzun müddətli olur. Daha qısa müddətdə şarj edib, daha qısa müddətdə həmin şoku ürək boşluğuna, toxumasına çatdıra bilir. Artıq asanlıqla deqrade eləyə bilir. EKG görüntüləməsinə ehtiyac yoxdur və təbii ki, bu cihazlar haqqında datalar uzun müddətdir var. Yəni subkutan ICD-lər hələ yeni-yeni yaranır. Bu wearable ICD-lərdir. Deməli, bunlar nədir? Bu ICD-nin göstərim, deməli, bu pədləridir. Buradan şok verilir. Bunun elektrodlarıdır. Bu isə kənarda qalan batareya hissəsidir. Şok verən hissəsidir. Belə enerjini yığan və şoku verən hissəsidir. Bu nə zaman istifadə edirik? Əslində çox vacib bir aparatdır. Təəssüf ki, məsələn, bizim klinikada yoxdur. Yəni, çox da belə tapılan bir şey deyil. Deməli, bunu nə zaman istifadə edirik? Məsələn, xəstənin ICD ehtiyacı var, amma infeksiyon endokardit səbəbindən və yaxud da cihazın batareyası infeksiyası səbəbindən aparatı çıxartmışıq, amma dediyim kimi ICD ehtiyacı var. Bu zaman deməli bu wearable ICD-ləri geyə bilər. Və yaxud da birazdan danışacağım. Məsələn, bilirik ki, MI-dan sonra 40 gün bir dönəm vardır ki, həmin dönəmdə biz gözləməliyik. Bu dönəmdə təbii ki, bu aparatlar vasitəsilə qoruya bilərik. Eyni zamanda revaskulizasiyadan sonraki gözləm müddətində. Və yaxud da gənc xəstədir, transplantasiya üçün namizəddir, gözləyir və gözləmə müddətində təbii ki, bunun VT, VF, yəni atom fraksiyası aşağı olduğuna görə riskləri var. Bu hallarda da bundan istifadə oluna bilir. Amma pace etmir, ATP funksiyası yoxdur, CRT funksiyası yoxdur. Bir də bu aparat elədir ki, nə qədər çox üzərində saxlasın, bir o qədər çox aktivasiya olur. Yəni, geyinim, çıxardım, bu zaman aktivliyi biraz aşağı düşür. Ən önəmli, bu da bizdə Azərbaycanda təəssüf ki, azdır, varmı heç bilmirəm də, yəni public access defibrillyasiyalardır. Məncə çox önəmli bir aparatdır. Əhalinin populyasiyanın çox olduğu yerlərdə mütləq ki, bu qoyulmalıdır. İctimai nəqliyyatlar olsun, restoranlar olsun, yəni və əhaliyə bu haqda bir məlumat verməlidir ki, nə etmək lazımdır ilkin yardım kimi. İndi ICD göstərişlərini deyək. MI-dən 48 saat keçdikdən sonra qeydə alınmış VP və hemodinamik qeyri-stabil davamlı VT müşahidə edilərsə, hansı ki, bunları geri döndürə biləcək səbəblər aradan qaldırılıb. Bu xəstələrə klass 1 ilə göstərişdir. İkincisi, klass 2 ilə hemodinamik tolerə edilən sustained monofazik VT-lərdə və F 40%-in üstündə olan xəstələrdə əgər VT ablasiyası mümkünsüzdürsə, bu zaman ICD göstərişdir. Birincili qoruma nədir? Xəstə miokard infarktı keçirdib və bunun üzərindən bir 3 ay keçib, artıq müddət keçib, koronar arter xəstəsidir, atom fraksiyası 35-in altındadır, optimal müalicə alıb. Eyni zamanda miokard infarktından da 40 gün bir müddət keçmişdir və revaskulizasiya olunursa bir 3 ay sonra keçmişdir, F dəyərləndirilmişdir, yeni aşağıdır. Bu halda sudden kardiak death hadisəsini azaltmaq üçün birincili qoruma vasitəsilə ICD tövsiyə olunur. Qeyri-işemik, non-işemik dilatasyon KMP-lərdə isə bu klass 2A-dır. Yenə atom fraksiyası 35-in altında olarsa və 3 aydan artıq optimal tibbi müalicə alarsa. Deməli, bir danış tədqiqatı var. Bu qeyri-işemik non-dilatasyon KMP-lərdə ICD taxılsınmı, taxılmasınmı deyə. Tədqiqat 2 qrupda aparılıb. Bir qrup ICD taxılıb, bir qrupa taxılmayıb. Əsas kriteriyalar nə olub? F aşağı olsun, koronar arter xəstəliyi inkar olunsun, optimal müalicə alsın və ürək çatışmazlığında olsun. N-terminal pro-BNP-si 200-ün üzərində olsun. Kimlər xarici olunub? Permanent AF-lər, ürək transplantasiyası və ya birincili böyük orqan transplantasiyasını gözləyənlər, dəqiqləşdirilməmiş anadan gəlmə ürək xəstəliyi olanlar, aktiv miokarditlər, bilirsiniz ki, burada bir 6 həftəlik bir müddət var, aktiv miokarditə biz gözləməliyik. Konstriktiv perikarditlər, GICS, hemodializ xəstələri, alkoqol və qeyri-qanuni dərman istifadəli anamnezinin olması. Bütün bunları xaric eləyəndən sonra ilkin nəticə nə oldu? Gördüyünüz kimi ölüm göstəricisi ICD qrupunda və kontrol qrupunda hardasa eynidir. Amma cavan xəstələrdə daha çox fayda göstərilmişdir. İkinci nəticə oldu ki,
Sudden kardiak death hadisəsi ICD qrupunda 2 dəfə daha azdır. Amma cihaz infeksiyası isə ICD qrupunda çoxdur. Beləliklə, son nəticəyə nəyə gəlmişdir? Qeyri-işemik kardiomiopatiya xəstələrdə uzun müddətli ölüm göstəricisini azaltmır. Lakin cavan xəstələrdə daha çox fayda görülmüşdür və guideline-larda da gördüyünüz kimi klass 2A ilə bu daxil edilmişdir. Burada bir EKG yerləşdirmişəm. Deməli, bu hipertrofik obstruktiv KMP EKG-sidir. EKG-ni incələyim. Birinci, ikinci AVL aparmalarında görürsünüz, böyük ST depressiyası, T dişinin negativləşməsi var. V3-dən V6-ya qədər çox böyük erdişi var. ST depressiyası, dərin T dişləri var. T dişinin inversiyası var. Bu EKG tipik hipertrofik HOCM xəstələri üçündür. Burada HOCM xəstəsidir. Eyni əlamətləri görürük. Yanaşı olaraq həm də səricə aritmiyadadır. Yəni bilirik ki, HOCM-la səricə aritmiya çox bir yerdə izlənən bir şeydir. Nəyə görə? HOCM olduqda sol mədəcik divarları hipertrofləşir və çox nazik divarı olan sol atrium qalınlaşmış divarı olan sol ventrikülə qarşı çalışmağa başlayır. Nəticədə onun öz sinusinodu genişlənir, dilatasiya olur və sinusnod funksiyadan çıxır və fibrilyasiyon dalğalar əmələ gəlir, xəstə səricə aritmiyaya girir. HOCM zamanı, hipertrofik KMP-lər zamanı, üzr istəyirəm, HOCM deyirəm, hipertrofik KMP-lər zamanı nə zaman deməli ICD taxırıq? İkincili qoruma əgər xəstədə VF və davamlı VT varsa, bu klass 1-dir. Klass 2 ilə 5 illik KMP-nin risk skorunu hesablayırıq. Sudden cardiac death risk skoru. 6%-dən çoxdursa klass 2A-dır. 4-6% arasındadırsa, bu zaman əgər MRT-də gec qadalinum toplanması varsa, atım fraksiyası 50-nin altındadırsa, məşq zamanı anormal arterial təzyiq cavabı varsa, levə sol mədəcik apikanalının anevrizması, sarkomer gen mutasiyası varsa, yenə klass 2A-dən göstərişdir. Burada bayaq demək guideline-larda qeyd elədiyim bir kalkulyator var. Kimləri daxil edir? Xəstə 16 yaşından yuxarıdır və hipertrofik kardiomiopatiyadır. Amma heç zaman həyatı boyunca VT-si, VF-si olmayıb. Bu zaman 5 illik risk skorunu mütləq biz aparmalıyıq. Nələr daxildir? Yaş, maksimal sol mədəcik divar qalınlığı, sol qulaqçıq ölçüsü, maksimal Lvot qradienti, sudden cardiac death anamnezinin olub-olmaması ailədə, non-sustained VT varmı? İzahı olunmayan, səbəbi bilinməyən senkop varmı hadisədə? Bunlar hesablanır və risk qrupuna görə VT-si olmasa belə ICD taxaqmı, taxmayaqmı deyə guideline-a görə qərar veririk. Burada bir VT EKG-si yerləşdirmişəm. ARVD-lər, kardiak amilodozlar yenə hər ikisinə aiddir. Deməli, əgər xəstədə VT hadisəsi varsa, hemodinamik olaraq pis tolerə eləyən ventrikulyar taxikardiyalar, VP-lər, yəni sudden kardiak deathlər varsa və 1 ildən də artıq yaşam gözləntisi varsa, yenə bunlara da deməli bir ARVD-lər üçün klass 1, amilodozlar üçün klass 2A ilə göstərişdir. Restriktiv kardiomiopatiya, amiloidoz, sarkoidoz müxtəlif səbəblərdən olur. Yenə eyni şəkildə sustained VT-si varsa, qeyri-stabildirsə xəstə və yaşam göstəricisi 1 ildən artıqdırsa, sudden cardiac death hadisəsini azaltmaq üçün tövsiyə oluna bilər. Bu EKG ERONT VT-dir. Çox təhlükəli bir EKG-dir. İzah edeyim. Deməli, bilirik ki, sol mədəciyin depolarizasiyasını göstərir, QRS kompleksini, T-də repolarizasiyasını. Yəni, mədəcik yığılır və boşalır. Mədəcik boşalanda, T dişinin üzərinə təkrar bir qıcıq verəndə, mədəcik boşalmamış təkrar bir də yığılır. Və nəticədə qorxulu bir ventrikulyar taxikardiya əmələ gəlir. Yəni, hər hansı bir xəstədə və yaxud da hər hansı bir müayinədə ERONT VES görürsünüz, bu çox təhlükəli bir şeydir. Burada long QT-dir, göstərir. Görürsünüz, bu EKG-də long QT var. Yəni, QT müddəti RR məsafəsinin yarısından az qala böyükdürsə, buna biz long QT deyə bilərik. Burada da bir long QT EKG-si yerləşdirmişəm. Long QT kimə deyirik? 480 milisaniyənin üzərində varsa QTC, deməli və risk skoru da 3-dən artıqdırsa, ilkin göstəriş beta blokerdir. Beta blokerinə kardiak arrest varsa, onda ICD tövsiyə edirik. Risk skoruna nələr aiddir? QTC-nin müddəti, bu qadınlarda 460-dır, kişilərdə 450-dir. Torsade de pointes, T dişinin alternasiyası, üt aparmada haçalanmış T dişi, yaşı uyğun olmayan aşağı nəbz, senkop, ailə üzvlərində long QT sendromu olması, yaşı ailə üzvlərində birinci dərəcəli yaxınlarında yaşı 30-dan aşağı və səbəbi bilinməyən ölüm hadisəsinin olması. 3 tür növləri var. Birinci də trigger eləyən üzgüçülükdür. İkincisindən yüksək səsdir, kalium ionlarının anormallığı ilə bağlıdır. Üçüncüsünün yuxu və istirahət zamanı natrium ionlarının anormal fəaliyyətidir.
Burada Brugada EKG-si qoymuşam. V1, V2 aparmalarına baxsaq, bu demək xarakteristik Brugadadır. 3 tipi var, ən çox birinci tipinə rast gəlirik. Yenə eyni şəkildə Brugada nədir? V1, V2 aparmalarında 1 millidən çox ST elevasiyası, bu adətən Brugadanın birinci tipinə aiddir. Provokasiya faktorlar ajmalin, plekanit, prokainamitdir. Nə məsləhət görərik? Antiaritmiklər bayaq dediyimiz ajmalin, plekanit, prokainamid, eyni zamanda propafenon, bunlar istifadə eləməyin. Klassiki beynən amiadaron, lidokain, propanol, verapamil istifadə eləməyin. Psixotroplar, anestetiklər, digər burada qeyd olunan dərmanlarla ehtiyatlı olmaq lazımdır. Eyni zamanda biz bu xəstələrə nə deyirik? Alkoqol qəbul eləmə, həddən çox qida qəbulundan uzaq ol və yüksək temperatur, yəni qızdırma Brugada sindromu üçün çox təhlükəli fetal nəticə verə bilir. Ona görə Brugada sindromu təsdiqlənmiş xəstənin az biraz temperaturu olanda belə təcili olaraq müdaxilə olunmalıdır. Eyni zamanda biz Brugada xəstələrinə deyirik ki, isti yay günlərində qızmar günəş altında dənizə falan getməsin. Yəni bu şeylərdə ehtiyatlı olsun. Brugadalarda da yenə eyni şəkildə dokumentə edilmiş VT-si varsa, kardiyak arrest olunubsa, bu zaman klass 1-dən cihaz ICD göstərişidir. Ən vacib dərmansa xinidindir. Bu EKG görürsünüz şot kütədir. Kütə çox qısa bir məsafədədir. Kimlərə deyirik? 340 milisaniyənin altında və klassik kaynası 340-360-ın arasında olarsa, eyni zamanda patogen mutasiya təsdiqlənərsə, şot kütə anamnezi varsa, 40 yaşından aşağı ani ölüm varsa və kardiyak problemi olmadan dokumentasiya edilmiş VT-si, VF-si varsa. Bu zaman kardiyak arrest və VT-si varsa, klass 1-dən ICD implantasiyası tövsiyə edilir. Bu EKG bidirectional VT-dir. Görürsünüz ki, RS kompleksləri birdən bir dəyişir. Bu görürsünüz birində bir fərqli morfologiya, sonra digər sol blok, sağ blok, sol blok, sağ blok. Bu da bidirectional VT EKG-sidir. Bu da eyni şəkildə. Bu katecholamik polimorfik VT-lərdir. Kardiyak arrest sonrası klass 1 göstərişdir. Amma bu VT-lər adətən stres vaxtı, fiziki aktivlik vaxtı meydana çıxır və beta blokerlərə çox cavab verirlər, yaxşı cavab verirlər. Eyni zamanda plekanit qəbulunda da plekanit də bunlarda istifadə eləmək olar. Yəni beta bloker istifadə elədiyin halda kardiyak arrest senkop varsa, yenə bidirectional VT varsa, bu zaman klass 2 ilə deməli ICD tövsiyəsi var. Miokarditlər, bilirik ki, miokarditin kəskin və xronik dövrü var. Kəskin dövr 6 sutkadır, 6 həftədir. 6 həftəni keçəndən sonra VT varsa, klass 1-dən ICD göstərişi var. 6 həftəni keçdi, EK toparlamadı, artıq bu xronik ürək çatışmazlığına girir. Eyni şəkildə, əgər işemik səbəbli miokarditdirsə, klass 1-dən, qeyri-işemik səbəblidirsə, bayaq qeyd edilədiyim tövsiyələrlə klass 2 ilə ICD tövsiyə edilir. Növbəti cihaz qrupumuz CRT-lərdir. Görürsünüz 3 lidlidir. CRT-nin aparatı atrium lidi, ventrikül lidi, yəni qulaqçıq mədəcik lidi və koronar sinus lidi. Koronar sinus lidinin ucu hər firmada fərqli cür olur. Burada bu rentgendir, görünüşüdür. Aparatın lidləri. Standart gördüyümüz bu ICD lidi, deməli ventrikül lidi, atrium lidi və koronar sinus lidinə baxan nazik bir şəkildə düz sağ sol mədəciyin arxasına doğru getmişdir. Bunun CRT-nin əslində fərqi nədir? Biraz daha çətindir. Niyə? Texniki olaraq çətin deyil. Çünki orada hansı sürprizlə qarşılaşacağımızı bilmirik. Koronar sinus klapanlı ola bilir, koronar sinusun ağzı dar ola bilir, koronar sinusun içindən lid keçəndə onu perfora elə bilir. Koronar sinus özü dar olur, keçdikcə biz orada balondan istifadə edirik ki, lid biraz genişləndirək də, orada perforasiya eləyə bilirik. İstədiyimiz yerə yerləşdirə bilməyə bilirik. Yəni, məsəl üçün, bu lidi sol ventrikulun arxa tərəfinə yerləşdirməmişiksə, burada bu heç bir sol ventrikulun sinxron hərəkəti, yəni yığılmasından söhbət gedə bilməz. Bu cəhətdən CRT-nin biraz çətinlikləri var. CRT-D var, CRT-P var. CRT-P-ni yerləşdirməmişəm. Bu sadəcə ICD funksiyası yoxdur, pacing edir və biventrikulyar sinxronizasiya edir. Hal-hazırda çox da istifadə olunmur. CRT-D isə həm pace edir, həm ICD funksiyası, şoklama funksiyası var, həm də biventrikulyar resinxronizasiyanı təmin edir. Burada anatomik olaraq yerləşmədir. Aparat görürsünüz. Atrium lidi sağ atriumdadır. Ventrikül lidi sağ mədəcikdədir və CRT lidi koronar sinusdan keçib sol mədəciyin arxasına getmişdir.
Kimlərə göstərişdir? Klass 1 ayına burada çox önəmlidir. Xəstə sol blokda olsun və QRS 150 milisaniyənin üzərində olsun. F35-in altında simptomatik xəstələrə CRT göstərişi var. Əgər sol blokda və QRS 130-un 149-un arasındadırsa, bu zaman klass 2A var. Əgər sol blok yoxdursa, LVB yoxdursa, CRT-nin çox da bir faydası olmur. Çünki niyə? Burada əsas məqsəd nədir? Xəstənin sol bloku olanda sağ mədəcik soldan öncə yığılır. Öncə yığıldığı üçün də sol blok gerilir və onun nefesi düşməyə başlayır. Bizim elədiyimizin mexanizmi nədir? Sol mədəciyin arxa tərəfinə lid yerləşdiririk. Həmin lid sol mədəciyi yığmağa başlayır. Nəticədə solu və sağ mədəcikləri eyni bir zamanlamasına gətirib çıxardırıq. Hətta bəzən solu sağdan öndə qoyuruq. Biventrikular pacing edirik və əgər doğru yerləşdirilərsə, çox dramatik nəticədə, yaxşı mənada nəticələr olur CRT-nin. Yəni, atın fraksiyasını çox qaldıra bilir, əgər lid doğru yerləşdirilibsə. Bir də AF zamanı QRS müddətinin çox da önəmi olmur. F35-in altındadırsa, simptomatikdirsə, 130-un üzərində QRS varsa, biventrikular pacingi təmin eləmək üçün CRT taxılır və hətta burada bəzən AV nodun ablasiyasını da icra edirik ki, biventrikular pacing tamamlansın. Cihaz implantasiyaları zamanı ağırlaşmalar, bir də burada deməli LBB pacing və his pacinglər var. Onun haqqında çox qeyd eləmədim. His pacingdən çox hal-hazırda LBB pacingdən istifadə olunur. Çünki his pacing həm his perforasiya eləyə bilir, həm repozisiya eləyə bilir yerindən, həm də biraz batareya müddəti daha aşağı olur. Amma LBB pacing daha yaxşıdır. Bu guideline'larda da nə zaman yerilib, CRT-də əgər lidə yerləşdirə bilmirsə, LBB pacingi istifadə eləmək olur. Amma hələ ki, dediyim kimi, bunlar da inkişaf aşamasındadırlar. Ənənəvi cihaz implantasiyaları zamanı nə ağırlaşmalar ola bilər? Aritmologların yaralı yeri infeksiyalar, həm endokarditlər, həm də batareyanın yerləşməsində cihaz yerinin infeksiyalaşması. Qanaxma, hematomalar, pneumotoraks. Deməli, pneumotoraks əgər dəri altıdırsa və yaxud da kiçikdirsə, saturasiyanı salmırsa çox da önəmli deyil. Amma böyük pneumotoraksdırsa, xəstə fiziki aktivlik zamanı və yaxud da ümumiyyətlə saturasiyası aşağı düşürsə, bu zaman cərrah konsultasiyası alırıq, dren taxılır bura və toparladıqdan sonra xəstə evə yazılır. Perforasiya nadir rast gəlinən, amma çox dəhşətli bir ağırlaşmadır. Ürək boşluğunun deşilməsidir. Ən çox aktiv lidlərdə olur və təcil olaraq cərrah əməliyyat alınır xəstə. Venöz tromboz subklavian venanın trombozudur. Burada cihaz infeksiyası dediyim kimi ən çox ehtiyat elədiyimiz, bu əslində böyük mövzudur. Birincili, ikincili infeksiyalaşma var. Birincili infeksiyalaşma 1 aya qədərdir. Adətən xəstəxana daxil olur. İkincili daha sonra. Amma çox təəssüf ki, məsəl üçün, hətta bir 4-5 ildən sonra belə tam normal olan bir xəstə 4-5 ildən sonra bu cür infeksiyalaşma ilə gəlir. Və bunlar daha çox kimlərdə olur? Görürsünüz bu xəstədə də. Yaşlı xəstələr, atın fraksiyası aşağı olan, çox zəif, qırılqan xəstələrdə olur. Yəni, arıqlayan xəstələr, ümumiyyətlə şəkərli diabeti, yanaşı xəstələr çoxdursa və aparat da çox böyük. Üzr istəyirəm, mikrofonu bir dənə zəhmət olmasa söndürək. Görürsünüz, çox rahat bir şəkildə uzun illərdən sonra belə, hətta hər şey normal getdiyi halda belə uzun illərdən sonra bu cür perfora eləyib çıxa bilir. Hematom. Hematomlar infeksiyaya qədər çox da dəhşətli deyil. Adətən bu hematomları biz kimlərdə yaranır? Birincisi, məsələn, infarkt xəstələridir və yaxud da antikoagulyasiya ehtiyacı olan xəstələrdir. Bunlarda biz təəssüf ki, antikoagulyasiyanı tam dayandıra bilmirik. Amma körpülüyüb digər daha yüngül antikoagulyantlarla, fraksiparin, enoxiparin bunlarla keçə bilirik, hematom riskini azaldırıq. Amma təəssüf ki, yeni hematomlar olur. Çox nadirən açırıq, boşaldırıq. Məsələn, mən praktikamda bir xəstəmizə açmışdıq, CRT taxdığımız xəstə, yəni mənzərə dəhşətli idi. Aparatın üstü, altı, bütün toxumlar hər tərəfdə qan laxtası idi. Biz onu təmizlədik, təkrar yerinə yerləşdirdik və hal-hazırda xəstə stabildir. Uzun, neçə ildə artıq təqibdədir. Amma normalda belə hematomaya görə çox da yaranı açdığımız olmur. Bu da hematomdur, amma çox da dəhşətli bir hematom deyil. Gördüyünüz kimi artıq bu qola və körpücük altına aksilər nahiyəyə yayılır. Bu yavaş-yavaş çəkildikcə sorulur. Yəni çox da digər hematom qədər dəhşətli deyil. Və sonunda bir neçə xəstə, deməli, qısa da olsa çalışdım cihazlar haqqında məlumat verim. Əslində böyük bir deməli mövzudur. Bir də sonda istədim bir neçə vaka paylaşım sizə.
öz xəstəxanamızda rast gəldiyim vakalardan. 62 yaşında kişi xəstədir. Xəstə tez-tez deməli kardioloji poliklinikaya müraciət eləyirdi baş gicəllənmə bayılma şikayəti ilə. Hər cür araşdırdıq. Yəni nevropatoloq yanına getdi xəstə, beyin MRT-si oldu, 2 sutkalıq Holter aparatı taxıldı. Yəni heç bir halda xəstədə heç bir şey aşkarlanmırdı. Hətta xəstəyə dedik ki, bu tamamilə nevroloji və psixolojidir. Sonra yenə xəstə baş gicəllənmə bayılma ilə gəldi. Bu xəstəni artıq fikirləşdik ki, xəstəxanaya yatışa verək və yatışdaykən araşdıraq və yatışda olanda beyin MRT-sinə saldıq xəstəni. Dedi beyin MRT-sindən çıxanda xəstə dedi ki, mənim orada yenə həmin cür oldu. Yəni mənə elə gəldi ki, özümdən gedirəm, gözlərim yəni dəyişir, ya halım pisləşir bu halda. Və xəstəyə xəstəxanada elə yatışdaykən Holter aparatı taxdıq. Holter aparatı taxdıq və laborator nəticələri də deyim, ciddi bir problem yoxdur. Hemodinamik göstəricilər normaldır. EKG tam normal sinus ritmidir. Echo tam normaldır. Koronar angiografiya normaldır. Və 24 saatlıq Holter aparatında gördüyümüz. Və 24 saatlıq Holter aparatını taxanda xəstə xəstəxanada zaten yatışdaydı və birdən-birə xəstə dedi ki, mənim halım pisləşir, yenə həmin vəziyyətdəyəm və sonrasında yardımlardan sonra təbii ki, CPR-dan falan sonra xəstə stabilləşdi, normal sinus ritmi bərpa olundu. Aparatı açdıq, yüklədik və gördüyümüz mənzərə çox böyük sinus düyü arresti. Yəni tamamilə görürsüz düz xətt cizgisidir. Təcili olaraq xəstəyə sinus düyü zəiflik sindromu qoydu və təcili olaraq xəstəyə DDR pacemaker taxıldı. Bir dəqiqə. Deməli, bu ventrikulyar taxikardiyadır. Bunun hər halda unutmuşam anamnezini. Burada deməli xəstə yenə yaşlı xəstə idi. Tez-tez EKG-ni qoymadan deyim, tez-tez deməli döyüntü şikayətləri və təzyiqi salan baş gicəllənmə döyüntü şikayətlərindən gəlirdi. Xəstə miokard infarktı keçirmişdi və atın fraksiyası da aşağı idi. Növbəti müraciətdə məlum oldu ki, bu xəstədə ventrikulyar taxikardiya var və xəstəyə təcili olaraq BVR ICD implantasiyası deməli implantı olundu və stabil xəstədə hal-hazırda tərkibdədir. Növbəti xəstə deməli 60 yaşında qadın xəstə idi. Mənim özümün növbədə olduğum vaxtda müraciət eləmişdi. Təcili yardıma müraciət eləmişdi. Xəstə yaşlı xəstə idi. Huşu aydın idi, amma qeyri-adekvat idi. Yəni suallara anormal şəkildə cavab verirdi. Yaxınları da deyirdi ki, tez-tez bayılma hadisələri olur və tez-tez də yaddaşını itirir. Laborator analizlərdə bir anormallıq yox idi, amma arterial təzyiq çox yüksək idi. Echoda da ciddi bir problem yox idi. Yaşa uyğun dəyişikliklər var idi. Xəstənin EKG-si tam AV blokadı. Deməli, bu xəstəyə biz təcili olaraq DDR pacemaker taxdıq və tam ritm bərpa olundu. Burada bir-iki şeyi diqqətinizə çatdırmaq istəyirəm. Bu tip xəstələrdə, yəni AV blokada olan xəstələrdə xəstənin arterial təzyiqi yüksək olur. Bu kompensator funksiyadır. Yəni nəbz aşağı düşdüyünə görə ürək bir şəkildə onu kompensasiya etmək üçün təzyiqi qaldırır. Yəni bu xəstələrdə təzyiqi salmaq olmaz. Yəni çox da aşağı salmaq, bu əslində dediyim ki, ürəyin özünü qoruma mexanizmidir. Aşağı salmaq əksinə xəstənin həyatı üçün təhlükəlidir. Bir də bu xəstələr uzun müddət bu AV blokada olanda yaşlı xəstələr, yəni yeni girməyib də, tutaq ki, MI-yə bağlı deyil, uzun dönəmdir AV blokada olan xəstədir. Bir müraciət ediblər, məlum olur ki, hardasa bir ay yaxındır ki, bu vəziyyətdədir. Bu xəstələr beyinə çox da adekvat olmur. Onlara daimi cihaz taxandan sonra hipoksik qalmış beyin qıcıqlanır və qıcıqlandığı üçün çox anormal reaksiyalar bildirirlər. Yəni qışqırırlar, nə bilim ətrafdakılar çox dərk eləmirlər və eyni zamanda bu deyək ki, aşağı nəbzə öyrəşmiş bədənində bütün elektrodları dəyişir. Yəni qaraciyər testləri, bütün elektrod metabolitlər, yəni uzun dönəm bunlar amma toparlayırlar. Yəni atın fraksiyaları falan normal olduğu üçün yavaş-yavaş normal raya düşürlər və toparlayırlar. Bu da həmin xəstənin EKG-si idi. Növbəti xəstə Bu xəstə çox maraqlı xəstədir. Hətta bu xəstəni bizim doktorumuz, Aytən doktorumuz sunum eləmişdi Amerikada. Deməli, 19 yaşında kişi xəstə idi. Bu cavan oğlanın şikayəti nə idi? Turnikdə dartınma zamanı bayılması olub. Xəstə müraciət elədi, CKM tam normal, troponin səviyyəsində yüngül yüksəlmə var. Həmçinin xəstə deyirdi ki, yəni qəribə bir şəkildə deyirdi ki, ürək döyünməm olur. 300-500 metr məsafəni yeriyəndən sonra ürək döyünməm güclənir. Sonra şiddətli iki tərəfli ayağım başlayır ağrımağa, diz üstə çökünüm və sonrasını xatırlamıram. Xəstəyə echo elədik. Sadəcə biraz sol mədəci hipertrofiyası var idi. Koronar angiografiya tam normal idi. MRT-də gec qadalinyum tutulması var idi. MRT-çilər bilər bunu. Bazal inferolateral segmentdə fokal mid miokardial qeyri-işemi kontrast tutulması var idi.
Və sonra xəstəyə biz holter taxdıq və bildirdik ki, xəstə öz yaxını ilə gəlmişdi, valideynlə də yox. Və bildirdik ki, hər bir xəstəyə bildirdiyimiz kimi ki, sən çalış ki, fiziki aktivlikdə ol ki, biz holterdə nəyin yazdığını görək. Və xəstə bizə holter aparatdan gəlib taxanda dedi ki, uzun belə bir şey dedi ki, marketə gedirdim, uzun müddət piyada yol getdim. Marketdə üçün hiss elədim ki, deməli ayaqlarım ağrıyır və ayaqlarım boşalır. Ondan sonrasını yadımda deyil. Xəstənin yaxını deyir ki, mən hayküy düşdü, məni çağırdılar, gəldim baxdım ki, yəni bu nə qədər müddətdir bu vəziyyətdədir bilmirəm, amma yəni bayılıb. Və biz holteri açdıq, yükləyəndə çox dəhşətli bir şeylə rastlaşdıq. Əvvəlcə mən bu holteri oxuyanda fikirləşdim ki, bəlkə elektrodlar qopub, amma sonra indi yükləyəcəm. Görürsüz, arada yəni ventrikul ritminə bənzər bir QRS kompleksi çıxır və buradan bildim ki, bu tam asistoliyadır. Görürsüz, hətta indi videosunu da yükləyəcəm mən burada. Baxın, pauzalar, çox böyük bir sis. Görürsüz, bu tamamilə, yəni görürsüz, tək-tək arada da QRS-lər çıxır. Təkrar bir daha oynadıram. Yəni uzun müddətli bir pauza. Deməli 24 saatlıq holterdə nəticədə nə gördük biz? Deməli sürətli yerimə ilə təhrik olunan iki tərəfli ayaq ağrısından sonra taxikardiya yaranıb, ardınca senkop. 6-7 saniyəlik senkoplar və təxminən 2 dəqiqəyə qədər davam edən uzun asistoliya epizodu. Mən bunu heç vaxt görməmişdim. Və asistoliyadan sonra təkrar sinus ritmi bərpa olunur. Həmin asistoliyanın pauzaların arasında yəni bir ritmə bənzər nələrsə çıxırdı bir elektrik qıcağı. Sonrasında pauzadan sonra sinus ritmi bərpa olunur və tək-tək də ventrikulyar ekstrasistoliyalar müşahidə edilmişdir. Xəstəni bir genetik analizə göndərdik və SLC25A4 homozigot gen mutasiyası aşkarlandı. Valideynlərin də genetik analizə göndərdik, valideynlərində isə heterozigot daşıyıcılar aşkarlandı. Bu isə irsi mitoxondrial xəstəliyə uyğundur. Yəni valideynlər daşıyıcı, uşaq isə homozigot mutasiyaydı. Xəstəyə həm də yanaşı deməli MRT ilə təsdiqlənmiş hipertrofik kamipesi və holterdə də VT epizodları olduğuna görə 2 boşluqlu ICD tövsiyə elədik. Diqqətinizə görə minnətdaram. Ümid edirəm ki, verimli oldu. Çox gözəl çıxış etdiniz Şəhla xanım, çox geniş, ətraflı. Burada bir nəfər bir şey yazıb, eləsinə mənə də maraqlı olan bir mövzudur, sizə sual verəcəm. Pacemaker öncəsi kardioneuroablasiya haqqında fikirləriniz, düzdür bilirəm, desən sizin mərkəzdə yox, məncə ancaq Fərid doktor gilə eləyirlər. Bunu sizin düşüncəniz, yəni pacemakerdən qurtulmağın bir yoludurmu? Doktor istifadə eləyirlər, amma nə dərəcədə effektiv olur, yəni bizim mərkəzdə də olmadığı üçün çox da bir şey deyə bilmirəm. Yəni düzdür, bunlar yeni hamısı elə litsiz pacemakerlər kimi yeni texnologiyalardır. Amma hələ ki tam yəni 2 boşluqlu pacemakerlərin yerinə verə bilmir. Amma təbii ki, yəqin ki, iləri dönəmdə bunlar da daha da puxtalaşacaqlar və yəni normal pacemakerlərin yerini bəlkə də əvəz edəcəklər. Bir sual verim. Əslində hər kəs sizə təşəkkür eləyir. Başqa sual yoxdur hələ ki, amma ona görə mən sual verəcəm. Pacemakerlərin bizim də bölümdə çox tez-tez rastlaşdığımız bir hadisədir. Pacemakerlərdə sonraki cibdə infeksiya. Profilaktik olaraq pacemakeri taxanda nə edirsiniz? Sizin bölmə məsəl üçün nə edir? Demə antibiotik. Mən özüm öz adıma deyim, öncəsindən antibiotik, adətən seftrakson qrupundan antibiotik istifadə edirəm 1 mg-dan içində 2 dəfə. Yaranı açanda, yəni cihaz taxıramsa, cibin içini seftraksonla yuyuram və sonrasında bir dənə də seftrakson cibə vururam və arxasında da təqribən 5 gün səhər-axşam seftrakson vururam. Yəni tikişlər sökülən olur, yoxsa davamlı qalıcı tikişlərdir? Mən adətən estetik tikişlər tikdiyim üçün sökülmür. Yəni çox zaman çalışıram estetik tikiş tikeyim. Əgər kəsiyi yaxşı olmayıbsa, çox yaşlı xəstədirsə ki, yəni toxumalar bir-birinə gəlmir, o zaman normal tikişi, sökülə bilən tikişlər olur. Aydın. Sevinç Məhərrəmova sual verib ki, external recorder aylıq sizin mərkəzdə varmı? Yox, bizim mərkəzdə eksternal rekorder yoxdur. Əslində, eksternal rekorderlər də olsaydı yaxşı olur. Hətta mən, məsələn, istəyərdim bizim mərkəzdə o geyinilə bilən wearable şeylər, cihazlar, onlar da olsaydı çox yaxşı olardı. Amma bizdə yoxdur, təəssüf ki.
Aydın. Lifsiz pacemakerin endokarddan qopma ehtimalı varmı? Amil Bəli, doktor orada sual verir. deməli 3 gördünüz mexanizm mən dedim sizə, vidalaşma, üzünə yapışdırma və tikmə. Bunların qopma şey olduğuna görə ən çox o tikiş var ya, sonuncu göstərdiyim, ondan istifadə edirlər cərrahlar. Yəni bərkidirlər də belə deyək özü sollarınca. Ona görə o halda çox aşağı olur qopması. Doktor harda çalışır sualını veriblər. Mərkəz Mərkəzi klinikada çalışır. Bir sual verim. Siz bayaq dediniz ki, sol ayaqcıq tam blokadasında CRT-lər çox effektivdir. Bəs sağ ayaqcıq tam blokadasında QRS çox Xeyr, yoxdur. genişsə taxırsınızmı? Yox, yox, mən onu taxmıram. Mənə görə, yəni şəxsi praktikama görə, bir də başqa yerlərdə falan eğitim keçdiyimə görə öz hocam da Türkiyədə Yalçın abidən öyrəndiyim qədərilə sağ mədə blokadalarda effektiv olmur. Çünki zaten CRT-nin amacı LBB-də sol mədəciyi sağ mədəciklə bir ventrikulyar, yəni eyni cür sinxronlaşdırmaqdır da. Ona görə də sol mədəciyin arxa tərəfinə taxılır. Əgər burada sağ blokada varsa, sol mədəciyin arxasına taxılmış pacing nə dərəcədə effektiv ola bilər? Yəni son guideline-larda da səhv yadımda qalmayıbsa yeri yox idi. Ya klass 2B idi, mən bilmirəm. Yəni daha çox LBB-lər üçün. Razıyam. Başqa kiminsə sualı varsa gözləyirik. Mənim sualım olacaq Şəhla doktor və ya Günay doktor sizə. Qeyd elədiniz simptomatikdirsə əgər asistoliya 3 saniyənin üstü, asimptomatikdirsə 6 saniyə. Amma orada yaş kriteriyası qoymuşdunuz 40 yaşın üstü. Yəni bu 40 yaşın altına aid deyilmi? Niyə deyil bu kriteriya? Açığı bunu sualın cavabını istəyirəm Günay doktor cavablandırsın. Çünki yəni guideline 40 yaşın üzəri deyir. Amma niyə 40 yaşın üzəri deyir? Yəni yaxşı sualdır. Yəni Nativan doktor sualınızı bir də verin. Fikrim orada qarışdı. Niyə deyir ki 40 yaşın üzəri? Siz o guideline-ı qoyanda desən oradan diqqətim qarışıbdır. 60 yaşın üzərində 3 saniyədən daha çox pauzada Doktorum 40 yaşın üzərində 3 saniyədən çox simptomatik, asimptomatik 6 saniyənin üzərində. Natavan doktorumuzun sualı niyə 40 yaşın üzəri? Əslində doğru. Yəni məsələn bir 35 yaşında bir xəstəmiz gəldi, o balon rəhbər tövsiyə niyə belə 40 yaş qoyur? Mənə də maraqlıdır. Ya, bir dənə səmimi bir şey deyim. Hər zaman rəhbər tövsiyələrə uymuram. Ya çox vaxtda %90-95% uymağa çalışıram. Amma bura Azərbaycandır. Yəni 38 yaşında bir insana deyəcəm ki, sən get 40 yaşında dolanda və ya bayılanda gəl. Çox da yəni qatılmıram ona. Düz, mən də sizə Bir də bir sualım olacaq. Tabidən sonra qeyd elədiniz LBB və ya RBB. Belə olan hallarda da gözləyirikmi düzəlsin, yoxsa yox. 24-8 saat gözləyirsiniz. Şey varsa, sağ blok və ya tam sol blok varsa, yəni eyni şəkildə klass 1-dən göstərişli. Eyni zamanda və alterasiya edən də sağ-sol blok bir-birindən alterasiya edirsə çox təhlükəli bir durumdur. Əslində bəzən çox gözdən qaçırdılar bunu. Yəni fikirləşirlər ki, sağ blokda, sol blokda nə olsun ki, o birdən-birə tam risk verə bilər yəni. Bir sual verəcəm. Bu mənim bölümümdə bizim çox gördüyümüz işdir. Daha çox da əslində səmimi desəm, səyrici aritmiyalarda ürək çatışmamazlığı ki yaranır. Səyrici aritmiya ablasiyası Azərbaycanda olmayanda və hələ də vardır, amma çox bahalıdır deyə CRT Avenoda daha çox üstünlük verirmi sizin bölüm? Yəni CRT taxıb ondan sonra səyrici aritmiya və düyün ablasiyası etmək və bu sırada atım fraksiyasının toparlanmasını görürsünüzmü, edirsinizmi? Düzü əslində yaxşı metoddur mənə görə. Yəni avenoda ablasiya eləyib CRT taxsaq, yəni mənə görə amma mən hələ ki eləməmişəm. Yəni mən AF-lərdə adətən FS falan normalsa tək boşluqlu pacemakerlər taxmışam. Amma yəni avenoda ablasiyası və CRT-sinə yəni məntiqən düşünəndə və o icra edilən mərkəzlərimiz də çoxdur, müsbət nəticələr var deyə düşünürəm. Yəni çoxdur müsbət nəticələr. Aydındır, çox sağ olun. Başqa sualı olan varmı? Natavan doktor istəyirsiniz, yekunlaşdıraq. Bəli doktor, çox sağ olun Şəhla doktor, gözəl təqdimat üçün. Günay doktor, siz də çox sağ olun, təşəkkür eləyirəm iştirakınız üçün. Mən də təşəkkür edirəm. Çox sağ olun Şəhla doktor, çox gözəl çıxış elədiniz. Təşəkkür eləyirəm, sağ olun. Minnətdaram hər kəsə. Təşəkkür eləyirəm. Yaxşı öyrənməklər. Hər kəsə təşəkkür eləyirəm. Sağ olun. Sağ olun. Şəhla doktor, mümkünsə siz çıxmayın da, bir dənə yox, çıxmamışam. Rekord məsələsinə görə deyirəm. Hər kəs çıxa bilər. Amma kameranı bağlaya bilərəm də. Bəli, bağlaya bilərsiniz.